Amma əziz qardaşlar, yadda saxlayın. Sual. Bəs Rəşad qardaş, məzhəblə getmək icazəlidir, problem yoxdur. Həsən, bəlkə də əhsən. Normal, gözəl. Məzhəbə mədrəsə kimi baxmaq lazımdır. Məktəb kimi baxmaq lazımdır. Bir yol kimi baxmaq lazımdır. Bir üsul kimi baxmaq lazımdır. Ona görə az qala, subhanallah, deyəsən ki, elə bir alim yoxdur ki, məzhəbə intisab olmasın. Az qala bunu deyəsən. Yəni, hamısı olub. Hamısı, hər hansısa bir məzhəbə mənsub olub. Filan kəs Hənəfi, filan kəs Məliki, filan kəs Həmbəli, İbn Qeyyim, rahiməhullah. Gecə gündüz danışırıq. Hansı məzhəbdə olub? Həmbəli məzhəbi, məzhəb. İbn Teymiyyə, Həmbəli məzhəbi. Muhammed İbn Abdülvahhab, Həmbəli məzhəbinin böyük alimlərindən, fəqihlərindən olub. Az qala deyəsən ki, elə bir alim yoxdur ki, intisab olmasın. Lakin intisab, ittiba başqa şeydir. Təəssübkeşlik, mütəassiblik başqa şeydir. Mütəassiblik başqa şeydir. Vallahi dəfələrlə olub özümdə, bir neçə dəfə olub. Bunu bir neçə dəfə qeyd eləmişəm. Namazda, cümə namazından sonra bir qardaş yanımda namaz qılırdı. Sünnə-i müxalif hərəkət elədi. Namazdan sonra tənbih elədim. Dedim, Peyğəmbər sallallahu aleyhi və səlləm, bax, belə edib. Deyir, Rəşad qardaş, vallahi mən Hənəfiyəm, deyir. O. Necə mən Hənəfiyəm? Qardaş, Allahın Rəsulu səhih hədisdir. Hədis Buxari Müslimdədir. İttifaq olunan hədis idi. Namazın əhkamınla bağlı, hərəkətlə bağlı. Rəşad qardaş, mən bilirəm onu, mən Hənəfiyəm, yəni. Bu olar, olmaz. Bu olmaz, qardaş, bu haramdır. İmam Şafinin sözü yerini tapır yoxsa yox? Kimə Peyğəmbərin sünnəsi bəyan olandan sonra halal deyil, bəyan oldu ona yoxsa yox? Bəyan oldu. Kimisə sözünə görə tərk etsin. Amma məzhəblə getmək çox gözəldir, əladır, məşallah. Elm tələbəsi üçün xüsusən gözəldir. Var, sən dini, elmi, şəri elmi, dağınığı öyrənirsən. Oradan buradan, özün iş. Var, bir məktəb, qardaşım, insan var özü oxuyur, var məktəbdə oxuyur. Məktəbin sistemi, məzhəb sistemdir sanki, üsuldur, rahatdır, gözəldir, babları, mövzuları tərtibatlı, ardıcıl şəkildə öyrənirsən, diras edirsən. Amma bu o demək deyil ki, sən məzhəbə mütəassiblik etməlisən, xeyr.